Heç olub ki, buluda baxıb onu, nə bilim, inəyə oxşatmısınız ya da kofeni bitirəndə artıq qalan qəhvə parçalarını hansısa fiqura bənzətmisiniz ya da nə bilim, hardasa gördüyünüz hansısa bir qalıntını nəyəsə oxşatmısınız. Amma bu oxşatdığınız şey real gördüklərinizə əsaslanır. Buna pareidolia deyilir. İnsan beyninin təsadüfi formalar və ya səslərlə tanış obrazlar, xüsusilə də insan üzü görməsinə verilən bir addır. Təkamülçü psixologiyada beynimiz tanış nümunələri tanımağa və mənalandırmağa meyillidir. Bu insanın təkamül prosesində inkişaf etmiş bir qabiliyyətidir. Çünki əcdadlarımız ətraf mühiti daha yaxşı anlamaq, təhlükələri daha tez müəyyən etmək üçün beyinləri bu cür tez tanıma mexanizmi inkişaf elətdirib. Və bu həm də özünü müdafiə mexanizmidir. Çünki sən kolların arxasından gördüyün bir ya da görmədiyin şiri dərhal şirə oxşatmalıydın. Ya da hansısa bir vəhşi heyvana oxşatmalısan ki, ən azı sənin ondan qurtulmaq şansın daha çox olsun və qaranti altına alasan təhlükəsizliyi. Görürsüz, təkamülçü meyillərimiz bu gün də bizdən yaşayır.